Bu gün ən böyük problemdən imtahanda və sınaqda yığılan zəif nəticədən danışa bilərik. İmtahanda və sınaqda zəif nəticə yığmanın iki əsas problemi var. Valideyn nəzarət mexanizminin zəif olmasıdır və digər bir məsələ isə disiplinli bir sxemin tətbiq olunmasıdır. Yəni şagird özünə disiplinli bir cədvəl hazırlamalıdır. Filan günü, filan saatı mən filan dərs oxuyacağam və bu formada davam eləməlidir. İlk öncə valideyn nəzarət mexanizmi deyəndə nəyi nəzərdə tuturuq? Mən anlayıram, bütün valideynlər işdə olur, axşam gec gəlir, yorğun olur. Amma siz bu prosesə nəzarət eləməsəz, təbii ki də uşağı başlı-başına buraxmaq olmaz. Ona görə siz nə etməlisiniz? Məsələn, istər ədəbiyyat olsun, tarix olsun, coğrafiya olsun, siz buna çox sadə bir yöntəmlə nəzarət edə bilərsiniz. Məsələn, ədəbiyyatdan hər hansı bir mövzunu gətirir, deyirik ki, məsələn, ədəbiyyat testini gətir və mənə keçilmiş olan, izahı artıq bitmiş olan bir mövzudan açın, hər hansı bir random bir sual verin, deyin ki, üçüncü sual mənə izah et. Bir baxın, görün, uşaq bunu necə izah edir? Ümumən izah edə bilirmi? İzah edə bilmirsə, burada bir çox səbəblər ola bilər. Ən birinci səbəb, uşaq dərsi yola verir, testdə səhvləri çıxarkən sual verir. Və bu bizim şagirdlərin 90%-nin yaralı yeridir. Eyb yoxdur, mən təkrarda baxaram deyib belə ötüşdürürlər. Siz də bunu dərhal aşkarlaya bilərsiniz. Və müəllimi ilə əlaqə saxlayıb, müəllim, bu filan mövzunu keçdiyi halda mən buna sual verdim, amma sualı bilmədim. Siz həmin mövzunu bilməyə bilərsiniz. Amma uşağın izahından, uşağın həmin psixoloji durumundan bilə bilərsiniz ki, bu adam nə danışır və vəziyyət nə yerdədir. Nəzarət mexanizmi dedikdə bunu nəzərdə tuturam. İkinci bir məsələ nədir? Siz nəzarət eləməlisiniz ki, övladınız əgər səhər oxumağı bacarırsa, axşam saat 12-də və 12-ni keçməmə şərtinə yatmalıdır. Bədən və beyin ruhun qidasını almalıdır. Səhər 6-da özü budilnik qurub durmalıdır və disiplinli formada bir özünə qrafik çəkməlidir. Məsələn, 6 saat, 7 saat, 8 saat ədəbiyyat oxumaq mümkünsüz bir şeydir. Bilirsiniz nəyə görə? Çünki beyin bir müddətdən sonra informasiyanı qəbul edəndən sonra məsələ bitir. Artıq onu boş-boş dəftər kitaba baxmış olur. Ona görə nə etməlisiniz? Özünüz də bu cədvəl prosesində iştirak eləməlisiniz. Məsələn, 1 saat dərs oxusun, 10 dəqiqə fasilə versin və yaxud da 5 dəqiqə fasilə versin. Fasilə dedikdə nəyi nəzərdə tuturuq? Şagirdlərin dərs oxuduğu otaqda telefon olmamalıdır. Fasilə verən zaman şagird deyir ki, okey, mən bir dəqiqə telefona baxım, 2 dəqiqə, baxır ki, 20 dəqiqə artıq telefondadır. Və beyin lazımsız informasiyalarına yorulur. Biz fasilə yox, beynimizi yormuş oluruq. Fasilə dedikdə nəyi nəzərdə tuturuq? Dərhal həmin otaqdan çölə çıxmalıdır, hava almalıdır, su içməlidir, beynini texnoloji vasitələrdən uzaqlaşdırmalıdır, sakitləşsin deyə. Daha sonra 5 dəqiqə fasilə verdikmi, təzədən gəlirik, sistemli şəkildə oxuyuruq. Şagirdlərin özünə sual verirəm. Siz nə etməlisiniz ki, yüksək bal yığmalısınız? Mən ingilis dilindən 80 dənə test yazmışam, yoxlamışam, 20 dənəsi səhv çıxıb. Dərhal o səhvlərin üstünə düşməliyəm. Səhvlər iki cür olur. Ya savad baxımından, ya da mexaniki, yəni tələsdim və yaxud da ki, bunun savadla əlaqəsi yoxdur. Diqqətsizlik səhvidir. Diqqətsizlik səhvi olanlar zaten baxırıq və gələn səfər buna yol verməməyə çalışırıq. Amma savadla bağlı olan səhvdə isə siz özünüz qayıtmalısınız, kitabın həmin hissəsini bir daha oxumalısınız. Və o bir daha sizin yadınızdan çıxmayacaq. Və bunu bu formada etmədiyim halda mənim nəzəri olaraq oxumağımın heç bir əhəmiyyəti qalmır. Çünki bu həyatda da belədir. Nəzəri bilik praktika ilə üst-üstə düşmür. Nəyə görə? Biz nəzəri olaraq oxuyuruq, elə bilirik ki, hər şey əladır, biz hər şeyi bilirik. Amma praktikaya gələndə baxırıq ki, bizim nə qədər səhvimiz var. Və yaxud da sifətin testini yazırıq, niyə səhv çıxmalıdır ki? Sifətdə zaten bəlirli bir əzbər şeylər var. Əgər 6-7 mərhələli bir qayda varsa, mən bunu əzbərləyirəmsə, bütün testi ondan bəhs edirsə, məntiqi cəhətdə mən niyə səhv buraxmalıyam? Deməli, yaxşı əzbərləməmişəm. Və yaxud da o hissəni oxuyarkən sadəcə olaraq gözüm o misralara, o sətirlərə baxıb. Amma mən onu anlamamışam. Ona görə mütləq şəkildə valideynin edəcəyi bir şey nəzarət mexanizmi gücləndirmək, şagirdin, abituriyentin edəcəyi bir şey isə səhvləri özü yoxlayıb, özü araşdırmaq. Mexanikidirmi, diqqət səhvidirmi, yoxsa savad səhvidirmi? Savaddırsa, həmin yönüm üzrə gedib təzədən oxumalıdır. Mexaniki diqqətdirsə, öz-özünü təlqin etməlidir ki, bax, mən bugün burada, məsələn, sifətdə bu səhvi etdim. Həm burada mor var, həm er var. İkisi bir sifətə artırılmaz. Və bunu özümə təlqin edirəm və gələn səfər
Belə bir test çıxdıqda artıq həmin situasiya mənim ağlıma gəlir ki, xeyr, mən bunu bir daha etməyəcəm.